Sen yanıma məsləhətə gəlmişəm. Mən bu elçiliyə getmişdim. Qızın dərəsi mənə dedi ki, qızımı sənə vermək üçün gərək sənin evin olsun, işin olsun, maşının olsun, bir də milyonla traktorun olsun. Səndə də hamısı var maşallah. Bu hansı məsələn görsən, neyini? Birinci nədən başlayayım? İşdən başlayayım mən. Yox, qətiyyən işdən başlama. Bu qızın atası kimdirsə, dəhşət ağıllı adam da xosu. Sən get birinci traktora. Amma Yuholland traktora. Oktay Emil, mən indi bu qızı köçürtdüm. Traktorla yaşayacağım mən. Bəlkə birinci evdən başlayayım evdən. Ay nə evə? Yeri gəlsə lap traktorla yaşar. Nə olacaq ki? Sən get traktoru al, bir dənəsini özünə. Özdə indi o qədər rahat leasing şərtləri var. O traktoru burax işlə. Günü ən azı 300 manatdan şak pul qazanarsan, bu pulu yığa ikincisini al. Üçüncüsünü al, dördüncüsünü, beşincisini al, bir də ayılarsan ki, mənim nə qədər evim var, mənim nə qədər maşınım var, orada da traktorlarım işləyir, pul qazanır. O şeylə mən neyirəm? Ağıllı adamsan, yox Oktay Emil. Sağ ol, xoşum gəldi. Ağıllı adam. Yox. Mən ağıllı adam deyiləm. New Holland'ı icad edən adam ağıllıdır. Sağ ol Oktay Emil. Buradayım, hemen.